Hazırda Instagram'da canlı yayındayım. Bizim programları Cənubi Azərbaycandan, İrandan izleyen həmvətənlərimiz, değerli insanlara buradan salamlarımızı gönderirik. Eşq olsun, sizinleyik, kalbimiz sizle beraber döyünür. Sizi izleyirik her zaman ve ürək ağrısıyla izleyirik. İnanın elimizde olsa buradan hemen Arazınot ayına geçerdik, destek olardık siz, ama buradan mənəvi dəstəyinizdik, yanınızdayıq ve bizi indi hal-hazırda bax Güney Azərbaycandan deyib Instagram səhifəmə, mənim Instagram səhifəmə yazırlar. Güney Azərbaycandan eşq olsun deyirəm sizə. Bugün de Erdebil'de baş veren bazı hadisələri ürək ağrısıyla izledik, ama müqavimətiniz möhtəşəmdir, iradəniz möhtəşəmdir, gücünüz möhtəşəmdir. Siz ürəksiniz, sizinləyik, qəlbimiz sizinlədir. Baxırıq, izləyirik, həm ürək ağrısıyla, həm də bir qürurla ki, siz necə davam gətirirsiniz bu mübarizədə. Əhsən olsun sizə, əhsən olsun sizə.